Mal bir şey yok, özüm daha. Ben gözüm tamam. Hyundai Avto Azərbaycan Hökmər bölməsinin müdür müavini. Bizim burada problemlərimizin ən böyüklərindən biri yağış suları olanda, yağışlar intensiv hal alanda ərazidə gördüyünüz kimi suyun səviyyəsi qalxır və heç bir kanalizasiya xəttləri olmadığı üçün suyun səviyyəsi qalxır bizim ərazini yararsız vəziyyətə salır. 5 ildir mən burada fəaliyyət göstərirəm. Aidiyyatı qurumlardan xahişim odur ki, yəni bizim güvəndiyimiz dövlət və bu sistemə baxan qurumlardır. Xahişimiz odur ki, buna bir əncam çəkək, buna bir tədbir görək. Çünki hər dəfə bu eyni problem yaşanır. Yağış sularının yuxarı qalxması nəticəsində bizim ərazi suyun altında qalır və bizim müştərilərə lazım və keyfiyyətli xidməti göstərməkdə çətinlik çəkirik. Servis ərazisini Tamam su içində olur. su içində qalır. Buna görə də siz dövlət qurumlarından, aidiyyatı Dövlət qurumlarından qurumlarından xahiş edirik ki, bizim bu xahişimizi diqqətdə saxlasınlar. Qısa vaxtda bizim bu ərazimizə kanalizasiya xəttlərinin çəkilməsi və ya digər tədbirlərin görülməsinə bağlı bizə köməklik göstərsinlər. Təqdim edeyim. Hafiz Fərzəliyev Çilingər. Buyurun, nədir problem sizdə əsas? Problem bu bir neçə dəfə olub belə hallar. Yəni bu buranın suyu qurumurdu. Yay qışı elə belədir. Yəni kanalizasiya xəttləri çox biabırçı vəziyyətdədir. Yəni biraz diqqət nəzərində olsa yaxşı olar. Bunun fəsadları da hamısı servisin içinə gəlir. Qapını da çıxarmış yerindən. Hətta belə bəli. Yəni biz əlimizdən gələni eləyirik. Bəs nə etdiniz o zaman bu hadisə? O zaman qabağını aldıq, qarşısını aldıq. Necə aldınız? Kubiklərlə, daşlarla qarşısını aldıq. Çətinliklər. Qumlarla, bəli, kisə qumlarla daşıdıq, qabağını aldıq ki, az miqdarda axın olsun. Tamamilə əlbəttə ki, qarşısını ala bilmədik. Biraz bir 20%, 30% qarşısını ala bildik. Tamamilə yox. Hətta o tərəfdə zaboru da aşır. Darvazanı Zərər çəkirsiniz. Biz məcbur olduq o biri darvazanı açdıq ki, axın tamamilə buranın texnikanın zadı. Yəni Yalnız müraciətiniz aidiyyatı qurumlaradır ki, köməklik göstərirsiniz. Bəli, köməkli olsa lap qəşəng olar, əlbəttə ki. Hal-hazırda bura nə gedir? Bura Hyundai Hökmərli bölməsinin ərazisidir. Diqqətlə baxsaz görərsiniz ki, hasarları da belə hətta Bu sellərdən sonra olub. Sel sularının Nəticəsində başlayır. Bəli, çöküb, yararsız vəziyyətdə çöküb. Hətta bizim burada ağaclarımız falan da yəqin ki... Mən belə başa düşürəm kanalizasiyanın zəifliyinə. Məncə də düşünürəm ki, yoldan gələn o suları kanalizasiya götürə bilmir. Daha doğrusu orada kanalizasiya yoxdur mən bildiyim qədərindən. Ona görə də suyun səviyyəsi qalxır və onun qarşısını almaq mümkün deyil. Servis ərazisinə daxil olur və gördüyünüz kimi ciddi fəsadlar verir. Hətta siz indi lap əvvəl gəlsəz görərdiniz ki, biz oranı təmizlədik, səlqəyə saldıq. Bütün dağlardan, kənd ərazisindən gələn lili, palçığı, iri daşları servis ərazisinə doldurmuşdu. Biz onu şəxsi gücümüzlə, şəxsi vəsaitimiz hesabına aradan qaldırdıq. Bəlkə kanalizasiyaların suları ən çox yağışa qarışıb tökülür bura. O təbii hadisədir, amma bizim əsas bayaq göstərdiyim yerdə faktik olaraq kanalizasiya yoxdur. Orada bazarın qabağından gəlir bu tərəfə qədər suyun səviyyəsi kəskin qalxır. Məncə kanalizasiyalar olsa bu tür suların qarşısı alınır. Bəli, onun qarşısını almaq olar. Yenə bizim ümid yerimiz, gözləntimiz dövlətimizdəndir, aidiyyatı qurumlarımızdandır. Biz əminik və ümid edirik ki, bizə lazım köməklik göstəriləcəkdir.